Sanatoriyaya getmək istəyirsiniz, amma sizə deyirlər ki, zobun varsa, müalicəvi vannalar və tok, yəni fizioterapiya olmaz. Bəs həqiqət necədir? Birinci yodlu vannalardır. Burada yod dəri vasitəsilə birbaşa qana keçir və qalxanvari vəzə çatır, vəzin funksiyasını poza bilər. Ona görə mütləq yodlu vannaları qəbul etməmişdən öncə həkiminizlə məsləhətləşməlisiniz. İkinci, adi mineral vannalar və termal vannalardır. Bunların qalxanvari vəzə əks təsiri ilə bağlı heç bir elmi sübut yoxdur, yəni olar. Üçüncü isə sizin dediyiniz tok, yəni fizioterapiyalar və naftalan neftidir. Bunlar isə birbaşa tətbiq edildiyi nahiyədə qan dövranını stimullaşdırdığına görə, əgər qalxanvari vəzə tətbiq edilmirsə, bədənin digər nahiyələrinə tətbiq edilə bilər. Heç bir zərəri yoxdur vəz üçün. Odur ki, sanatoriyaya gedəcəksinizsə, kör-körənə plan qurmayın, mütləq həkiminizlə məsləhətləşin və bu videonu yaxınlarda sanatoriyaya gedəcək dostlarınıza göndərə bilərsiniz ki, hansı prosedurun təhlükəsiz olduğunu bilsinlər.